Salamlar, xoş gördük sizi. Akşamınız xeyir müəllim. Deməli, Rəqsanə müəllimə buradadır. Hər vaxtınız xeyirli olsun bir daha. Aynur müəllimə də buradadır. Ceyhunə müəllimə də buradadır. Sizdən Akşamınız xeyir, xoş hər gördük. vaxtınız xeyir. Sertifikat imtahanına daxil olunub sizdə, yoxsa da var vaxtda? Yox, mən 24-də olacağam. Hə, inşallah xeyirlisi ilə. Digər yoldaşlar da ki, MİQ imtahanına İnşallah. daxil olacaq. Hə. Xeyirli uğurlu olsun. İnşallah xeyirlisi ilə. Deməli, biz sizə axırıncı dəfə keçmişik bullying haqqında, qısnama, bullying haqqında. Amma biz onu keçən dəfə qayd edə bilməmişdik. Bugün sizə demək olar ki, son dövrlər populyar olan, əsas olan istiqamətlərdən biri olan digər nəzəriyyələr haqqında da məlumat verəcəyəm. İlk olaraq sosial öyrənmə nəzəriyyəsi haqqında məlumat verərəm. Qoy paylaşım edeyim mən ilk öncə. Ekranı görürsünüzmü hamınız? Hamı ekranı görür? Bəli. Deməli, sosial öyrənmə nəzəriyyəsini bir çox mütəxəssislər təqdim edib sosial öyrənmə ilə bağlı. Biz daha çox Albert Banduranın təqdim etdiyi sosial öyrənmə nəzəriyyəsi haqqında danışacağıq. Deməli, sosial öyrənmə nəzəriyyəsi nədən bəhs edir və nə üçündür? Ümumilikdə sosial öyrənmə nəzəriyyəsi mahiyyəti ondan ibarətdir ki, bizə hər şey məktəb daxilində öyrədilə bilməz. Yəni, hər şey məktəbdə öyrədilmir. Vacib çox hissələr var ki, həyatdan öyrənirik. Bu nə deməkdir? Məsələn, mən sizə bir nümunə göstərim. Bu nümunədə özünüz də görərsiniz ki, biz həqiqətən də bəzi əsas, çox vacib şeylər var ki, onu məktəbdə deyil, məktəbdən kənarda öyrənirik. Məsələn, velosiped sürmək. Deyək ki, velosiped sürmək bacarığı bizim əksəriyyətimiz tərəfindən harada öyrənilib, necə öyrənilir? Məktəbdə öyrədiblərmi bizə? Xeyr. Məktəbdə velosiped dərsi varmı? Xeyr. İdman dərsi var öz yerində, ancaq biz velosiped sürməkdən danışırıq. Velosiped sürməyi öyrədən bir fən varmı? Yoxdur. Bəs biz bunu kimdən öyrənirik? Həyatdan öyrənirik. Məsələn, bir dostumuzda velosiped varsa, velosipedlə tanış oluruq, velosipeddə əyləşirik, onun etdiyini təkrarlayırıq və nəticədə nə baş verir? Velosiped sürməyi öyrənirik. Ona görə Albert Bandura deyir ki, insanın həyatdan öyrənmə hissəsi də çox vacib hissələrdəndir. Ona görə də insan öz ətrafına diqqətlə baxmalı və həmin xoş, pozitiv olan məqamları götürməlidir və öyrənməlidir. İndi burada bir məsələ var. Albert Bandura yanaşmasına görə insan öz ətrafında necə öyrənə bilər? İnsan öz ətrafından öyrənmək üçün əlbəttə ki, müşahidə etməlidir. Buna Albert Bandura müşahidə əsaslı öyrənmə deyir. Yəni, biz ətrafımızı müşahidə edirik. Ətrafımızda baş verən hadisələri müşahidə edirik, onların baş verməsini görürük, nəticələrini görürük və biz də həmin nəticəni əldə etmək üçün həmin müşahidədə öyrəndiklərimizi tətbiq edirik.
Burada həmçinin onu da biz qeyd etməliyik ki, insanlar öz ətrafında baş verən, ətrafındakı insanlara daha çox bənzəməyə çalışır. Bununla bağlı təkcə Albert Bandura yox, bir sıra mütəxəssislər var ki, sən ətrafında yəni olan dostların necədirsə, sən də onlar kimisən. Hətta belə bir deyim var, 4 dənə dostunu mənə dinən, mən sənin haqqında məlumat verim. Hətta bunu maliyyə gəlirliyinə də aid edirlər. Deyirsən, oturdur elədiyin, yaxın dostlarının əmək haqqısı nə qədərdirsə, onların ədədi ortası sənin əmək haqqı və əmələ gətirir. Bütün bunlar nəyə göstərir? Sən hansı toplumla oturdur edirsənsə, ayaqlaşırsansa, səndə onların bacarıqları olur. Sən onları da bir növ təqlid etməyə çalışırsan. Hətta sən özün burada analiz aparırsan. Görəndə ki, məsələn, həmin fəaliyyətlərin nəticəsi xoşdur, sənin də xoşuna gəlirsə, sən həmin hadisəyə daha çox maraq göstərirsən və onu özün üçün təqlid etməyə çalışırsan. Və bu haqda danışanda onu da siz üçün maraqlı olar deyə qeyd edək. Burada Albert Banduranın çox maraqlı bir təcrübəsi var. O təcrübə haqqında danışanda adətən deyilir Bobodol təcrübəsi. Bobodol nədir? Oyuncaq. Bəs Bobodolun ümumiyyətlə bu nəzəriyyədə nə işi var? Buna açıqlama verim. Deməli, Albert Bandura belə bir təcrübə aparır. 2 dənə otaqdır, ayrı-ayrı otaq, bir-birindən fərqli otaqda uşaqları yerləşdirir. Hər otaqda da bir ədəd Bobodol oyuncağı, kukladan söhbət gedir, oyuncağını qoyur və bir otaqda müəllim içəri girir, Bobodol oyuncağı ilə kobud rəftar edir. Deyək ki, onu öz ayağı ilə itələyir. Həmin otaqda olan uşaqlar da bir qayda olaraq bunu təkrarlayır, aqressiv olurlar, oyuncaqları qırırlar. Çünki müəllimdən gördüyü nümunə bunu izah edirdi. Müəllim deməyək, otaqda olan böyük bir insan etdiyi hərəkəti bunu izah edirdi. Amma onunla paralel başqa bir otaqda isə öyrədən, yəni böyük insan otağa girir, Bobodol heç ümumiyyətlə əhəmiyyət vermir, onu görməzdən gəlir və digər oyuncaqlarla da səliqəli rəftar edir, aqressiv olmadan rəftar edir və nəticədə nə baş verir? Həmin otaqda olan uşaqlar da daha yetkin şəkildə davranırlar və oyuncaqlara səliqəli rəftar edirlər. Bu bir daha onu göstərir ki, insanlar öz ətrafındakı daha yetkin, daha belə sağlam hesab etdiyi insanın davranışına fikir verirlər və həmin davranışı özləri üçün bir yol seçirlər. Ona görə də çox maraqlı bir deyim də var. Deyir ki, siz övladlarınızı tərbiyə eləməyə çalışmayın. Özünüzü tərbiyə eləyin, onsuz da övladlarınız sizə bənzəyəcək. Yəni, uşaq kiminlə əyləşirsə, kim ona rəhbərlik eləyirsə, kim ona böyüklük eləyirsə, məktəbdə müəllim, evdə valideyn, məhəllədə dostları ilə oynayırsa, dostlar arasında ən hörmət bəslədiyi insan, onlar necə davranırlarsa, eyni ilə də uşaq da həmin davranışı özü üçün seçir. Demək, Bobodol oyuncağından söhbət getsə testdə, bilin ki, söhbət Albert Bandura nəzəriyyəsindən gedir, sosial öyrənmə nəzəriyyəsindən gedir. Bundan əlavə, Bandura müşahidə əsaslı öyrənmənin 3 modelini təqdim edir. Deməli, müşahidə əsaslı öyrənmənin 3 modelini təqdim edir. Bunlar hansı modellərdir? 1. Canlı model, yəni canlı şəkildə kimi izləyirsə onu təqlid edir. İkinci model simvolik model. Bu nədir? Məsələn, YouTube-da cizgi filminə baxır və ya kinoya baxır və yaxud televiziyada hər hansı bir verilişə baxır, oradan bir model götürür, onu təqlid etməyə çalışır. Üçüncü hissə isə sözlü təlimat modelidir. Bu nə deməkdir? Davranışla bağlı təlimat var. Məsələn, müəllim onu tənbihləyib ki, bu cür davransanız daha yaxşıdır. Ata-anası onu başa salıb ki, bu cür davransanız daha yaxşıdır. Sözlü təlimat, yəni sözlü şəkildə buna göstəriş veriblər və həmin göstəriş əsasında bunlar həmin göstərişlərə uyğun şəkildə rəftar edirlər.
Biz buna deyirik sözlü təlimat modeli. Deməli, müəllim öz şagirdləri üçün canlı modeldir. Uşaqların baxdığı filmlər, televiziya tamaşaları, cizgi filmlər isə simvolik modeldir. Sözlü təlimatdır ki, müəllimin qoyduğu qaydalar ola bilər, şagirdin vəzifələri ola bilər və s. Bu gedir sözlü təlimat. İndi burada ondan söhbət gedir ki, ya uşağın gördüyü insanlar düzgün nümunə olmalıdır, ya da uşağın baxdığı filmlər etibarlı olmalıdır. Mən onu da istədim ki, hər baxılan film uşağı inkişaf elətdirmir. Hər cizgi filmi də uşaq üçün faydalı deyil. O mənada uşağın da bugün texniki imkanları genişdir. TikToka girə bilir, YouTube'a girə bilir. Onun üçün xüsusi filtrləmədən istifadə etmək lazımdır ki, uşaq ona mənfi təsir göstərən, deyək ki, psixologiyasını poza bilən, onun əhvalına mənfi təsir göstərə bilən, deyək ki, epizodlarla, fraqmentlərlə yüklənməsin. Çünki onun üçün mənfi nümunələr yarana bilər. Albert Bandura haqqında başqa nə deyə bilərik? Albert Bandura deyir ki, bir insan həyatda sosial öyrənmə baş verən zaman haradasa 4 dənə əsas şərtə əməl edir. Bunlar hansılardır? Birinci şərt diqqətdir. Yəni nə deməkdir? Ətrafına diqqətlə yanaşır, axı fəaliyyətləri izləyir. İkinci addım gəlir saxlama. Yəni həmin fəaliyyətlərdən öz yaddaşında saxlayır, fəaliyyəti yadda saxlayır. Sonra başlayır tətbiq. Tətbiqin ikinci adı, elmi adı gedir reproduksiya. Yadda saxladığı formanı tətbiq etməyə çalışır. Və bir də ən əsası motivasiya. Yəni bunu etməyə istəyi varmı? Bu 4 dənə şərt əgər ardıcıl şəkildə insanda varsa, insan öz ətrafındakı hadisələri diqqətlə izləyir, yadında saxlayır, tətbiq edir və bunu tətbiq etməkdə motivasiyası olur. Beləliklə, həyatdan öyrənməyə çalışır. Bu oldu Albert Bandura nəzəriyyəsi haqqında. Bunun adı sosial öyrənmə nəzəriyyəsidir. Demək, sosialla bağlı biz ikinci nəzəriyyəni haradasa təqdim elədik. Bir nəzəriyyə bilirsiniz, Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsi idi. Albert Bandura nəzəriyyəsi isə sosial öyrənmə nəzəriyyəsidir. Belə, bu nəzəriyyə haqqında bu qədər məlumatlı olsanız, sizə kifayət eləyir. Biz indi növbəti hissədə, hansı bir neçə dəqiqə sonra bizim fasiləmiz yaranacaq, növbəti hissəmizdə isə biz sizə operant şərtləmə nəzəriyyəsi haqqında danışacağıq və bir də seçim nəzəriyyəsi haqqında məlumat verəcəyik. Qeyd edeyim ki, istər Albert Bandura nəzəriyyəsi, istər operant şərtləmə nəzəriyyəsi, yəni behaviyorizmin bir qoludur. İstərsə də seçim nəzəriyyəsi şagird davranışlarını idarə etmək üçün həyata keçirilən, uzun illər müşahidə aparılan, təcrübələr aparılan nəzəriyyələrdir. Bunları bilmək sadəcə şagird davranışlarının tənzimlənməsində bizim aktiv rola malik olmağımızı təmin edə bilər. Bu mövzu ilə bağlı, Albert Banduranın sosial öyrənmə nəzəriyyəsi ilə bağlı kimin sualı var, kimə nə aydın deyil? Aynur müəllimə? Aydındır mənim. Ceyhunə müəllimə? Aydındır müəllim. Aha, biz indi fasiləyə ayrılacağıq. Fasilədən sonra isə ikinci hissəyə başlayacağıq. Bizim 10 dəqiqə fasiləmiz olacaq.